dindarlar əsla düşünməməlidirlər ki, biz öləcəyik, əsas axirətdir, dünyanı öyrənməyə ehtiyac yoxdur. Din ilə elmi qarşı-qarşıya qoyan zehniyyət, mən deyərdim ki, insanın mahiyyətini də naqis anlamışdır. Varlığa və reallığa baxışında da bir naqislik və nöqsanlıq var. İnsanı nə idarə etməlidir? İnsanı əslində həm ağlı, həm də vicdanı və imanı idarə etməlidir. Elmin insanlığa fayda verə bilməsi üçün onu mütləq imanla, fəlsəfə ilə, ədəbiyyatla, sənətlə, incəsənətlə sintez, yəni bir çuğlaşması lazımdır. İnsan öz ruhunu unudur, öz mənliyi ilə baş-başa qalacaq vaxt tapa bilir. Bəzən insan övladı məsamələri böyük olan torla balıqovuna çıxır, xırda balıqları qaçırır. Dinlə bu məsələdə əməkdaşlıq eləməlidir. Kesinlikle. Burada elmlə din arasında bir diyalog olmalıdır. Bəli. Olmalıdır. Bəli. Hətta uyğunlaşma da ola bilər. İşin başı da inandır, sonu da inandır. Yəni inanç olmadan insan öz həqiqi mahiyyətini reallaşdıra bilməz. Sağlam dini dünya görüşü də, sağlam elmi dünya görüşü də mütləq mənəviyyata və əxlaqa söykənməlidir. Salam, hörmətli tamaşaçılar. İman verilişinin növbəti buraxılışı ilə görüşünüzə gəlmişik. Bugün olduqca maraqlı bir mövzunu müzakirə eləyəcəyik. İnsanı nə idarə etməlidir? Dinmi, elmmi? İnsan tarixin müxtəlif mərhələlərində eyni sualla üz-üzə qalmışdır. Ağılmı, imanmı? Gördüyüm, ölçdüyüm, sübut etdiyim həqiqətlərin arxasınca getməliyəm, yoxsa hiss etdiyim, inandığım, mənə məna, qayə aşalayan dəyərlərimi rəhbər tutmalıyam. Bir tərəfdə elm dayanır. Bu elm kainatın sirlərini öyrənir, mənə güc verir, məni ulduzlara, okeanın dibinə aparır. Digər tərəfdə isə din mövcuddur. O mənim daxili dünyamı, mənəvi dünyamı inşa edir. Mənə həyatda qayə və məqsəd aşılayır. Mənə yolda, getdiyim yolda istiqamət verir. Bizi nə idarə etməlidir? Dinmi, elmmi, yoxsa hər ikisi mi? Biz bugün bu suala cavab tapacağıq. Qonağımız Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq Kafedrasının müdürü, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarovdur. Anar müəllim, xoş gəlmişsiniz. Xoş gördük, Elçal müəllim. Anar müəllim, elə dostlarım var ki, onlar hansısa elmi ixtisasda böyük nailiyyətlər əldə ediblər. Bununla yanaşı inanclı insanlardır. Söhbətlərimiz əsnasında deyirlər ki, mənim elmi nailiyyətlərim inancıma, inancım da elmi nailiyyətlərimə mane olmur. Lakin biz bəzən sosial şəbəkələrdə yaxud qərəzli nöqteyi nəzəri ifadə edən iddialarda belə bir yanaşmanın da şahidi oluruq ki, din və elm bir-birinə əksdir. Siz bir mütəxəssis kimi necə düşünürsünüz? Din və elm bunlar bir-birinə əks dünya görüşləridir ya mümkündür ki, onlar bir-birini tamamlasınlar? Buyurun, Anar. Çox təşəkkür edirəm, Elçan müəllim. Əslində bugün bizim üçün dünyada bəlkə də bu çox da aktual olmasa da mən deyərdim, yəni özellikle qərb dünyasından gəldiyi üçün bu yanaşmalar bizə. Hal-hazırda qərb dünyası bu məsələləri aşıb deyə bilərəm. Amma Azərbaycan və bunun kimi digər müsəlman ölkələrində bu mübahisələr hələ də öz aktuallığını qoruyur. Bunun təməl səbəblərindən birisi elmi dünya görüşü ilə dini dünya görüşünün bir-birini tamamlamamasıdır və bu anlamda ki, belə deyə bilərəm, məsələn, çox dəyərli alimlər var ki, onlar əslində elmlə konkret olaraq təcrübi elm sahələrini nəzərdə tuturlar. Dünyaya elmi baxışla, sadəcə təcrübi elmi dünya görüşünü nəzərdə tuturlar. Dindarların da demək olar ki, əksəriyyəti bir çox elmi kəşfləri müqəddəs kitablarda axtarmaq mübarizəsinə girişiblər. Bax, bütün yanlış nöqtə də əslində burada izlənir, deyərdim mən.
Əslində problemin kökünü nəzəri müstəvidə biz analiz eləsək, bunu görə bilərik ki, bu məsələ insanın istər dindar olsun, ilahiyyatçı olsun, istər alim olsun, varlığa və reallığa və eyni zamanda bu məzmunda insana baxışı ilə əlaqədar bir məsələdir. Yəni sözüm ona ki, insanoğlunun, yəni bu məsələlərdə din ilə elmi qarşı-qarşıya qoyan zehniyyət, mən deyərdim ki, insanın mahiyyətini də naqis anlamışdır. Varlığa və reallığa baxışında da bir naqislik və nöqsanlıq var. Əvvəla, bu istiqamətdə gedən müzakirələrdə bir neçə tendensiya var. Bilirsiniz, bəziləri deyir ki, dinlə elm bir-birini təqsib eləyir, bunlar qarşı-qarşıyadır. Bu bilirsiniz ki, qərb dünyasından, az əvvəl çıxışımın başında söylədim, qərb dünyasından gələn bir anlayışdır. Çünki bunun da təməlində xristiyanlıq dini inancındakı İsa obrazına yüklənən məna yatır. Çünki Tanrının oğlu və s. kimi anlayışlar o dövr üçün, yəni özəlliklə Roma dövründəki, hansı ki 4-cü əsrdə xristiyanlıq rəsmi din olaraq qəbul edilir. Və həmin dövrdə bəzi elm adamlarının yanaşmaları, dünya və kainatla bağlı yanaşmaları kilsə tərəfindən məqbul hesab edilmir. Və burada təbii olaraq dindarlarla elm insanları arasında bir qarşıdurma yaranır. Və bunu da nəzərdə tutaq ki, elmi kəşflərin əksəriyyətini də ilahiyyatdan xəbərdar olan, dərin məlumatı olan insanlar eləyiblər. Yəni bunu hətta bir mənada ilahiyyatçı olanlar. İlahiyyatçı olanlar eləyiblər, bəli bunu. Amma buradakı problem Həzrəti İsa obrazının belə deyək, xristiyan dünyasında elmi baxış açısı qarşısında yaratmış olduğu problemlərdir. Yəni bunun dərinliyə gedə bilərik, amma vaxtı nəzərə alaraq mən qısaca toxunuram bəzi məsələlərə. Bir digər məsələ burada artıq, yəni az əvvəl də qeyd etmiş olduğum kimi insana baxış məsələsidir. Elçin müəllim, bir sual verək özümüzə bu məsələnin dərinlik, fundamental olaraq anlamağımız üçün. İnsan necə bir varlıqdır? İnsan düşünən bir varlıqdır, bilmək istəyən bir varlıqdır, hətta bildiyini bilmək istəyən bir varlıqdır. Çünki bizim varlıq haqqındakı düşüncələrimizin doğruluq dəyərini sorğulayan bir varlığıq eyni zamanda. Bu masadır dediyimiz zaman bunun gerçəkdən də masa olub olmadığını və ya zehnimdəki masa məfhumunun real aləmdəki, obyektiv dünyadakı masaya uyğun olub olmadığını sorğulayan bir varlığıq. Amma bununla yanaşı eyni zamanda insanın marağı sadəcə ölçülə bilən obyektiv reallığa yönəlmir. İnsanın marağı eyni zamanda ölçülə bilməsi daxili təcrübə ilə mümkün ola bilən mənəvi reallığa da yönəlir. Yəni bununla nəzərdə tutduğum şey insanın daxili aləmi və onun ülvi tərəfləridir. Yəni dolayısıyla bu anlamda insan eyni zamanda xoşbəxt olmaq istəyən, aqibətini düşünən bir varlıqdır. İnsan psixolojik olaraq huzur və rahatlıq, rifah arxasınca qaçan bir varlıqdır. Öz həyatını xoşbəxt şəkildə yaşamaq istəyən varlıqdır və bir də həyatımı nəyə görə, hansı prinsiplərə görə yaşamalıyam, hansı dəyərlərə görə yaşamalıyam sualını verən bir varlıqdır. İnsanın bu reallığı göz ardı edilə bilməz. İnsan sadəcə bugünkü pozitivist və profan dünya görüşünün bir insanlığa təlqin etmiş olduğu material bir varlıq deyil. Bu çox önəmli bir nüansdır. Mənəvi bir varlıqdır insan eyni zamanda. İnsanın material maraqları olduğu kimi mənəvi maraqları da var. Və buna cavab verən müxtəlif istiqamətlər var həyatda. Bugün ən böyük sıxıntılardan birisi insanın sadəcə materiya olaraq tərif edilib, dünyada da obyektiv reallığı sadəcə əsas alıb, bütün reallığın maddə və enerjidən ibarət olduğunu söyləyənlər dinə qarşı bir tutum, bir müqavimət göstərirlər, nümayiş etdirirlər. Halbuki dinin məqsədi zaten elmi dünya görüşünün maraqlanmış olduğu obyektiv reallıq deyil ki. Bu obyektiv reallığı öz inancı üçün, yəni din öz ortaya qoymuş olduğu inanc və həyat fəlsəfəsi üçün istifadə etmiş ola bilər. Eynən məsələdək ki, biz Füzulinin şeirlərinə baxanda nə deyir? İzzət-i sirri aləmin əmri ki kafinun imiş. Kim ki bu rəmzi anlamaz, talib-i kun fəkan deyil. Bütün aləmin sirri o kun fəyakunda gizlənir. Yəni oluş və meydana gəlmə aləmi. Yəni əslində varlıq özü bir prosesdir. Bu prosesi anladığımız zaman biz fiziki aləmdən metafiziki aləmə yüksələ bilərik. Məsələ burasındadır ki, çox üzr istəyirəm, məsələ burasındadır ki, bizim dolayısıyla gəlinən nəticə budur. İnsana baxışımız naqis olduğu üçün və reallığa baxışımız naqis olduğu üçün dinin maraq dairəsi ilə elmin maraq dairəsini bir-birindən ayıra bilmirik. Elmin maraq dairəsi konkret olaraq fiziki aləmdir. O fiziki aləmin ölçülə bilən tərəfləri ilə maraqlanır.
Dini isə ölçülə bilməyən tərəfləri ilə, konkret olaraq rəqəmlərlə ölçülə bilməyən tərəfləri ilə, o ancaq təcrübə ilə, yəni insanın daxili təcrübəsi və metafizik varlıqlarla əlaqədar bir sahədir və inancla bağlı bir sahədir. Metodlarında da fərq var. Dinin metodunda müqəddəs kitablar var, iman var. Amma elmin metodunda təcrübə var, müşahidə var, sübut var. Bunları bir-birindən ayırmaq lazımdır. Bunları ayırmadığımız müddətcə bunlar sanki bir-birinin yerinə eyni həqiqətlər haqqında çıxış edən fenomenlər kimi görsənir. Dinin belə bir iddiası yoxdur ki. Yəni, Anar müəllim, siz bayaq belə bir məsələyə toxundunuz. İnsana baxış əslində bir çox problemlərin də yaranmasına gətirib çıxarır. Bəli. İnsan təkcə intellektual varlıq deyildir ki, elmlə məşğul etməklə özünü təsdiqləsin. Bəli. İnsan həm də mənəvi varlıqdır və ancaq elmlə məşğul olmaq onun mənəvi psixoloji tələbatlarını təmin eləmir, ödəmir. Və bunun üçün sahəyə din daxil olur. Bu baxımdan siz bir filosof kimi necə düşünürsünüz? Biz daxildən daha çox idarə olunuruq, yoxsa bizə xarici amillərin təsiri daha çoxdur? Əslində mənə görə, yəni gəlmiş olduğum qənaət bundan ibarətdir ki, insanın istər empirik dünya aləminə açılan yönü olsun, yəni ağlımızla bir şeyə reaksiyamız olsun. Deyək ki, biz fiziki aləmi araşdırdığımız zaman da beynimizdə müəyyən fikirlər, müəyyən düşüncələr keçir. Yəni nəticədə laboratoriyaya getməzdən əvvəl fiziki bir şey bizim zehin laboratoriyamızda analiz olunur, təhlil olunur. Bir də mənəvi məsələlərə yönəlişimiz. Hər ikisi insanın daxili aləmdə baş verən prosesdir. Yəni bizim fiziki aləmə yönələn marağımızı təmin edən qüvvəmiz də daxili aləmdədir. Mənəvi məsələlərə yönələn qüvvəmiz də daxili aləmdədir. Məsələn, bizim mənəvi tələbatlarımıza cavab verməsi üçün biz nə edirik? Daxili aləmimizdə, yəni vicdanla bir üzləşirik. Daha sonra tarix boyu bizə təqdim olunan dini mətnlərlə tanış oluruq. O dini mətnlərin mahiyyətini anlamağa çalışırıq. Onunla assimilyasiya oluruq. Daxili vicdanımızla onu bütünləşdirməyə çalışırıq. Yəni, bu təqdirdə ancaq insan məna axtarışına doğru bir cavab tapa bilir. Digər tərəfdən, fiziki maraqları, məsələn, deyək ki, insanın aləmin, reallığın obyektiv tərəfinə baxdığı zaman, burada da yenə insan ağlı əslində ön plana çıxır. Yəni, ağlın özü də bir mənalı deyil. Mən açıq dini mətnlərə baxdığım zaman, məsələn, Quran-ı Kərimdə idrak vasitəsi olaraq sadəcə bugünün atomu parçalayan ağlı nəzərdə tutulmur. Qəlb deyilir, baxın. Və siz deyir, Fussilet surəsinin 53-cü ayəsində səhv etmirəmsə buyurur ki, Allah Teala, siz deyir, analarınızın bətnindəykən xəbəriniz olmadan sizi oradan çıxartdıq, sizə qulaq, göz və qəlb verdik. İdrak vasitələrdir bunların tamamı. Bu təsadüfi deyil bu sıralamada. Yəni, qəlbimiz əslində rasionu ifadə etmir sadəcə. Rasional dediyim şey ki var, rasio ağıldır. Amma bir də intellektus dediyimiz bir tərəfi var ağlın. O da deməli, idrak etdiyimiz şeyi hiss edən tərəfimizdir. Buna bəzən vicdan da deyirlər. Vicdanın da yaxşını və pisi ayırt etməsi və eyni zamanda yaxşı əməllər və pis əməllər qarşılığında bizə psixolojik olaraq o etmiş olduğumuz əməllərin psixolojik olaraq geri ya belə də daxili aləmimizdə peşmanlıq və ya da xoşbəxtlik kimi özünü təzahür etməsi məhz vicdan sayəsində mümkün olur. Yəni insanın idrak vasitəsi olaraq istər qəlbi, istərsə də ağlı, onun daxili dünyası ilə birbaşa əlaqəli bir məsələdir. Və düşüncə bu mənada, Elvüsal müəllim, sadəcə bu başımızın daxilində, içində baş verən bir proses deyil. Bunun bir transendental bir tərəfi də var. Yəni, ağıl üst ağılla da bir əlaqəsi var. Bəlkə buna modern dünyada enerji deyə bilərlər. Yəni, üst bir enerji ilə bəlkə bir əlaqə qura bilər və s. Nəticədə, qısaca bunu deyə bilərəm. İnsanı nə idarə etməlidir? İnsanı əslində həm ağlı, həm də vicdanı və imanı idarə etməlidir. Əgər o mənəvi məsələlərə yönəlibsə, bir məna axtarışındadırsa, mən sizə əmin eləyə bilərəm ki, və izləyicilər də buna elm cavab verməyəcək. Çünki elm əşyanın ölçülə bilən tərəfləri ilə maraqlanır və bizə xüsusi bilikləri verir. Ümumi biliklər isə... Necə, harada
və nə sualına Nə cavab sualına verir. cavab Nə verir. üçün sualıyla Amma bugün niyə elm məşğul sualına, olur. nə üçün sualına din cavab verir. Məsələn, hardan gəlib hara gedirəm? Aqibətim necə olacaq? Necə xoşbəxt ola bilərəm? Nə üçün Həyatımı yaşayıram? hansı dəyərlərə görə yaşasam daha xoşbəxt ola bilərəm və aqibətimi təminat altına ala bilərəm? Bax, bu sualların cavabı dində özünü tapır. Hətta mən sizə deyim ki, bax, bugün pozitivist dünya görüşünün, pozitivist dünya görüşü deyəndə daha çox scientist, yəni bunlar bəlkə qərb terminləridir, belə deyək, təcrübi elmi mərkəzə alaraq və reallığın sadəcə obyektiv reallıqla məhdudlaşdıran bir anlayış insanlığa bunu təlqin edir ki, elə xoşbəxtliyi də bu bilgiləri əldə etsən, əldə etmiş ola bilərsən. Amma bugün biz görürük ki, əslində elmin insanlığa fayda verə bilməsi üçün onu mütləq imanla, fəlsəfə ilə, ədəbiyyatla, sənətlə, incəsənətlə sintez, yəni bir çuğlaşması lazımdır. Yəni profan dünya görüşünün, müqəddəsi yox sayan dünya görüşünün ən böyük problemi insanın məna axtarışına cavab verən din, fəlsəfə, ədəbiyyat, sənət, incəsənət kimi sahələri, metafizika kimi sahələri, əxlaq kimi sahələri insan həyatından tamamilə çıxarıb atmağa çalışmasıdır. Belə olan halda xoşbəxt insan əşyası olub da, yəni fiziki aləmdə bir çox şeylərə sahib olan insan xoşbəxtlik arayışındadır və təəssüf ki, depressiyalar, psixolojik problemlər hamısı bax bu önəmli metafizik sahələrin kənarlaşdırılması ilə əlaqədardır deyə düşünürəm. Anar müəllim, necə oldu ki, biz elmin obyekti sayılan dünyanı daha çox öyrənməyə başladıq? Amma dinin obyekti sayılan ruhu, mənəviyyatı unutduq. Görəsən, bax, bu cür etinasızlıq din və elm bir-birinə ziddir kimi qərəzli iddianın meydana çıxmasına səbəb ola bilərdimi? İnsanlar nə üçün daha çox maddiyyata əhəmiyyət verdilər? Görünəni araşdırdılar, amma ruhu unutdular. Ruhun unudulmasıyla dinə olan maraq da azaldı. Halbuki biz bilirik ki, insan daxilən düzəlməsə, o ətrafı heç vaxt islah eləyə bilməz. İslahatçılar əvvəlcə özlərini islah eləyən insanlardır. Bir insanın islahı isə onun qəlbinin, ruhunun islahı ilə başlayır, vicdanının islahı ilə başlayır. Din də birbaşa insan ruhu və onun vicdanının islahı ilə məşğul olan dünya görüşüdür. Bu niyə baş verdi və xüsusən də hansı dövrdən sonra baş verdi? Bu çox əslində cavab verilməsi bir o qədər də asan bir sual deyil, açıq edeyim. Amma çox düşündürücüdür, cavabı da müəyyən mənada olan bir sualdır. Biz düşüncə tarixinə baxanda, Elüsal müəllim, əvvəllər insanların təbiəti araşdıran insanların, ümumiyyətlə, təbiəti araşdıran insanların özündə mənəvi bir cəbhəsinin olduğunu və insanlara bu işlərin məna tərəfini də anlatmağa çalışdıqlarını görürük. Falesdən üzü bu yana, Hind fəlsəfəsini götürə bilərik. Çox qədim fəlsəfələr və dünya görüşü. Mən niyə fəlsəfə deyirəm? Çünki fəlsəfə o dövrdə bütün elm sahələri, dini dünya görüşü də, fəlsəfi dünya görüşü də, özündə elmi dünya görüşü də özündə ehtiva edirdi. Və bugünün əslində ciddi sıxıntılarından birisi o rasional olan, o rasyo ki deyirik, atomu parçalayan ağıl sadəcə atomu parçalamadı. O insanın daxili aləmində parçaladı. Daxili aləmində parçalanmış insan elə başa düşdü ki, artıq ona bu zamana qədər həyatına məna qatan vasitələr mifologiyadan ibarətdir. Amma burada başqa bir şey daha var. Reklam bombardımanı. Dahilərdən birisi, müdriklərdən birisi anlatır ki, bir gün İskəndər ordusuyla sürətlə hücuma keçərkən, döyüşə gedərkən, atlarla birdən dayanır. Ordusu deyir ki, niyə dayandın İskəndər? Deyir, o qədər sürətli qaçdıq ki, ruhlarımız geridə qaldı. Modern dünyada insanın ən böyük problemi bu qaça-qaç içərisində, yəni kapitalizmin yaratdığı narahatlıq, kapitalist sistemin yaratmış olduğu narahatlıq içərisində insan öz ruhunu unudur, öz mənliyi ilə baş-başa qalacaq vaxt tapa bilmir. Əvvəlki dövrdə, Elüsal müəllim, babalarımızın, elə nənələrimizi götürsək, həm övladları çox idi, həm həyatın içərisində idilər. Amma buna baxmayaraq, bu əziyyət, bu əzab vəziyyətə baxmayaraq özlərini xoşbəxt də hiss edirdilər müəyyən mənada. Əlbəttə ki,
bu lüks həyat rejimi, həyat şərtləri yox idi. Amma İbn Xaldunun söyləmiş olduğu kimi bəzən lüks həyat şərtləri də sadəcə insanları deyil, elə mədəniyyətlərin də bir müddətdən sonra o məna boşluğundan dolayı çökməyə vadar eləyir. Bu, insanlığın mədəniyyətini nəzərdə tutur ümumilikdə. Yəni, söhbət sadəcə tək bir cəmiyyətdən getmir. Dolayısıyla sözüm ona ki, əslində elmi dünya görüşü lazımdırmı? Bəli, lazımdır. İnsanın, biz fiziki bir varlıq eyni zamanda müəyyən ehtiyaclarımız var. Həm mövcudluğumuzu qorumaq üçün, müəyyən təhlükəsizliyini qorumamız üçün müəyyən elmi kəşflərə ehtiyacımız var. Bəzi məişət şəraitimizi yaxşılaşdırması üçün elmi nəticələrə ehtiyacımız var, elmi dünya görüşünə ehtiyacımız var. Amma elmlə sadəcə təcrübi elm sahəsini nəzərdə tutub belə bir elmin insanı xoşbəxt edəcəyini düşünürüksə, burada yanılırıq. Elm əslində insana bütövcül yanaşan bütün dünya görüşünün özündə ehtiva edən bir anlayış olmalıdır. Yəni, onun həm mənəvi cəbhəsini, həm fiziki cəbhəsini nəzərə alıb, bunu təmin edən bütün dünya görüşü və bu dünya görüşünün komponentlərini təşkil edən hər bir baxış açısı bir elm olaraq dəyərləndirilməlidir. Qur'anın bu anlamda açıq və konkret olaraq biz müqayisə eləyəndə, ümumiyyətlə müqəddəs kitabların ümumi müqayisə eləyəndə, Qur'anda elm sözünün 750 dəfə keçməsi və hər dəfə təaqqül, tədəbbür, təzəkkür, təfəkkür, nəzər, ibrət məfhumlarına diqqət çəkməsi əslində sadəcə ibadətlərin müəyyən o formalarını deyil, eyni zamanda düşüncənin də bir ibadət olduğunu bizə təlqin eləyir. Yəni, düşündüyün qədər varsan. Yəni, Descartes deyir, düşünürəm, ya da əslində o şübhə edirəm, o halda varam deyir. İbn Sina'dan misal gətirsək, Şəfa külliyatında, işarə təbliğatında qeyd edir. İnsanı var edən şey onun düşüncəsidir. Amma düşüncə sadəcə atomu parçalayan ağılla olmur. Hisslə olur, sezgi ilə olur. Bəzən insan övladı məsamələri böyük olan torla balıqovuna çıxır, xırda balıqları qaçırır. Bax, din və mənəviyyatla bağlı bizim tələbatlarımızı təmin edən dünya görüşü həmin o xırdalıqlarda, o ayrıntılarda yatır. Doğrudur, Anar müəllim. Anar müəllim, siz haqlı olaraq elmin fəzilət olduğundan danışdınız, amma şərt də qoydunuz. Elm qurub yaratmağa xidmət etməlidir. Bəli. Din, elmin xeyrə istiqamətləndirilməsində köməkçi ola bilər. Onsuz da din bizə hansısa elmi reaksiyanın necə aparılmasını öyrətmir. Bəli. Onu insan ağlı, Allaha inansa da, inanmasa da öz ağlı ilə edə bilir. Amma din bizə deyir ki, bax, bu etdiklərin bəşəriyyətin xeyrinə xidmət eləsin. Ona görə sualımız belə olacaqdır, əziz Anar müəllim. Müasir cəmiyyətlərdə texnologiya nə qədər inkişaf edirsə etsin, elmi müəssisələrin sayı nə qədər çoxalırsa çoxalsın, din və mənəviyyat, inanc zəifləyərsə, biz bu cür cəmiyyətlərin gələcəyini hansı təhlükələrdə görürük? Yaxud biz bu cür cəmiyyətləri sözün həqiqi mənasında inkişaf etmiş cəmiyyətlər adlandıra bilərikmi? Çox təşəkkür edirəm. Aktual bir sualdır sözün əsl mənasında. Elşan müəllim, bilirsiniz, ümumiyyətlə, sadəcə elmi dünya görüşü deyil. Yəni, bugünkü pozitivist dediyimiz profan dünya görüşü deyil. Bəli. Sırf əşyanın ölçülə bilən tərəflərini araşdıran elmi dünya görüşü deyil. Elə dini dünya görüşünün özü də əxlaqdan və mənəviyyatdan məhrum qoyulduğu zaman burası çox önəmlidir. Biz elə başa düşməyək ki, dini dünya görüşü hər kəsdə mənəvi cəbhəsini, dinin mənəvi və əxlaqi cəbhəsini ehtiva eləyir. Biz nəzər olaraq danışırıq. Biz onu bilirik ki, bəzən dini dünya görüşü deyib də insanlığa zərər verən dini qruplaşmalar da var. Bu da bir reallıqdır. Biz ümumi mənada demək ki, ümumi mənadakı dini dünya görüşü, sağlam dini dünya görüşünü nəzərdə tuturuq. Sağlam dini dünya görüşü də, sağlam elmi dünya görüşü də mütləq mənəviyyata və əxlaqa söykənməlidir. Bunu söykənmədiyi zaman, belə bir prinsipə söykənməlidir ki, zaten dinin özünün insanlığa vermək istədiyi mesaj budur. Baxın, məsələn, din nə edir? Din insanın
varlığa baxışına bütövcül bir aspekt qazandırır. Hə. Bunun bir tərəfində Tanrı, Allah, digər tərəfində aqibət məsələsi var. Tanrı və aqibət məsələsi, yəni Allaha iman edib, aqibətinin yaxşı olmasını istəyirsənsə, bunun bir vasitə olaraq əxlaqi və dəyərlər bazında bizə müəyyən prinsipləri təqdim edir. Ədalətli olmaq, sevgi sahibi olmaq, şəfqətli olmaq, mərhəmətli olmaq, doğru sözlü olmaq, etmədiyin şeyi deməmək və s. kimi müxtəlif əxlaq prinsiplərini bizə təlqin edir. Və bütün əxlaq prinsiplərini əslində Allah ilə aqibət arasındakı o baxışı ki, bizə təqdim edir, yəni bir tərəfində Allah, bir tərəfində aqibət var, belə bir metafizik bir fərqindəlik üzərində qurur bütün əxlaq prinsiplərini. Yəni, din insana metafizik bir məsuliyyət qoyur onun qarşısında, insanın qarşısında. Elmdə belə bir şey yoxdur. Elmi dünya görüşündə, sırf elmi dünya görüşündə metafizik məsuliyyət deyə bir şey yoxdur. Metafizik məsuliyyət nə deməkdir? İnsan bir var, vicdanı qarşısında məsuliyyət daşıya. Bu çox nadirdir. Yəni, belə insanlar çox nadir olur. Həqiqətən onun polisi, onun vicdanıdır. Amma əksərən insanların mütləq bir üst çəkinə biləcəyi və ya hesab verə biləcəyinin fərqində olan bir varlığın olması lazımdır. Allah belə bir varlıqdır. Onda Anar müəllim, əgər elm Bəli, əxlaqla məşğul olmursa, bəli. əxlaqı özünün əsas obyekti sayan, dinlə bu məsələdə əməkdaşlıq eləməlidir. Kəsinliklə. Burada elmlə din arasında bir diyaloq olmalıdır. Bəli. Olmalıdır. Bəli, bəli. Hətta uyğunlaşma da ola bilər. Din öz əxlaqi, mənəvi məsələlərini anlatmaq üçün bəzi elmi nəticələrdən də istifadə etmiş ola bilər. Məsələn, mən sizə Ələq surəsinin ilk ayətlərini xatırlatsam, siz də qəbul edəcəksiniz ki, nə deyir? Oxu, Rəbbin adı ilə oxu və insanın daxili aləminə birinci, yəni insanın yaradılışına diqqət çəkir Allah Teala. Yəni onun fiziki və bioloji tərəflərinə diqqət çəkir. Və gəlin qəbul eləyək ki, bugün elmi dünya görüşü hər nə qədər iddialı çıxış etsə də, məsələn, götürək təkamül nəzəriyyəsini, o bütün bioloji strukturların mahiyyətini izah eləyə bilirmi? Xeyr. Edə bilmir. Bu naqisliyin yanında bir də mənəvi naqisliyi və əxlaqi naqisliyi olsa, belə bir elm sizcə insanlığa fayda verə bilərmi? Əsla. Verə bilməz əsla. Ona görə də bu mövzuda elmlə dinin dialoq içərisində olması lazımdır. Bunu qəbul etmək lazımdır ki, hər bir alim fikirləşməlidir ki, fizika, kimya sahəsində, mənim tədqiqat sahəm budur. Evet. Dinin də araşdırma sahəsi, maraq sahəsi inanc və əxlaqi dəyərlər və s. Mən bu mövzularla maraqlanmadığım üçün bu məsələlərdə mən dini üst tutmalıyam. Dinin təqdim etmiş olduğu dünya görüşünü bir dəyərləndirməliyəm. Əlbəttə ki, bu dəyərləndirmənin içərisində din demir ki, sən ağılla hərəkət etmə və ya məntiqlə düşünmə. Şeyx Qəzali nə deyir? Məntiqi olmayanın dini biliklərinə güvənmə. Bəli. Yəni, dini biliklərin özünün də epistemik doğruluq dəyəri məntiqi süzgəcdən keçdikdən sonra bəlli olur. Bu, bütün bilgilərdə belə olmasa da, ən azından insanlığın anlaya biləcəyi əxlaqi dəyərlərdə niyə əxlaqlı olmalıyam, niyə yaxşı davranmalıyam kimi sualların cavabında insan məntiq yürüdə bilir. Mən sizinlə tamamilə razıyam. Əgər mənəvi məsələlərdə elmin mənəviyyata xidmət etməsi məsələsində elm dinə nə qədər möhtacdırsa, Bəli. dünyanı da inkişaf elətdirmək, daha sonra ayrı-ayrı coğrafiyaları, ayrı-ayrı ölkələri inkişaf baxımından önə aparmaq üçün elmin də, daha doğrusu dinin də elmə ehtiyacı vardır. Bəli, bəli. Çünki dindarlar əsla düşünməməlidirlər ki, biz öləcəyik, əsas axirətdir, Bəli. dünyanı öyrənməyə ehtiyac yoxdur. Bəli. Halbuki dünya bizim üçün verilmişdir. Dünya insan oğlunun öyrənəcəyi bir yerdir. Bəli. Çünki sən onun xəlifəsisən Qurani Kərimin Bəli, bəli. terminologiyası ilə desək. Sən əgər dünyanı abadlaşdırmaq mənəvi cəhətdən, dünyanı dəyişdirmək istəyirsənsə, onu tanımalısan, Bəli. onu öyrənməlisən və elmi üsullardan, elmin gəldiyi nailiyyətlərdən qurub yaratmaq üçün istifadə etməlisən. Dünyamızı, cəmiyyətimizi, bəşəriyyətimizi xilas edəcək ideal insan modeli necə olmalıdır? O daha çox bilməlidir, yoxsa daha çox inanmalıdır? İnsan inanaraq ümumiyyətlə hər bir şeyə başlayır. Elə bilməyə də inanmaqla başlayır.
bir şeyləri ortaya qoyduğu zaman yenə o nəticələrə də inanmağa başlayır. Yəni işin başı da inamdır, sonu da inamdır. Əlifşah müəllim. İnancla başlayır insan. Bəli. Yəni varlığı araşdırarkən bir inancla başlayır. Və gəlmiş olduğu nəticələr də əsaslandırılmış inanca çevrilir bir müddətdən sonra. Bugün məsələn modern dünyada ən məşhur elmin, bilginin tanımı budur. Elm, bilgi əsaslandırılmış bir inancdır. Bəli. Yəni inanc olmadan insan öz həqiqi mahiyyətini reallaşdıra bilməz. Bu inanc bir tərəfdən təcrübi dünyanın kəşfinə və insanlığa xidmət etmək niyyəti ilə ancaq reallaşdırmalıdır özünü. Digər tərəfdən yenə insanlığa xidmət etmək bazında onun mənəvi dünyasını zənginləşdirməlidir. İnancsız insanın öyrəndikləri, yəni inanc deyəndə bunu biraz daha açıqlasaq, mən belə deyərdim. İnsanların müqəddəsi yoxdursa, yəni onun üçün müqəddəs olan bir şey yoxdursa, bu dəyər ola bilər, bu Allah ola bilər, bu mənəvi prinsiplər ola bilər, o insandan qorxacaqsan, Əlifşah müəllim. O insan öz biliklərini insanlığın əleyhinə istifadə etmək üçün istənilən variantlardan və metodlardan istifadə edə bilər. Bəli. Amma inancı olan, müqəddəsi olan bir insan eyni zamanda cəmiyyətlərdə belədir, müqəddəsi olan, prinsipləri olan, buna qırmızı xətt də deyə bilərik. Yəni, yaxşı mənada olan cəmiyyətlər təhlükəli deyil. Onlar ancaq insanlıq və bəşəriyyətə xidmət edə bilərlər. Elm bilməkdir, elm kəndini bilməkdir. Sən kəndini bilməzsən, bu nasıl öyrənməkdir, deyir Yunus Əmrələr. Yəni, içimizdəki özümüzü bildiyimiz zaman biz əslində gerçəkdən də özgür ola bilirik, Əlifşah müəllim. Özgürlük freedom deyil sadəcə, bu siyasi bir məfhumdur. Özgürlük insanın içindəki özünün gürlaşması deməkdir. Təşəkkür edirəm. O gürlaşmaq üçün də inanca və imana və dəyərlərə ehtiyacımız var. Təşəkkür edirəm Anar müəllim. Çox sağ olun, gəldiniz. Dəyərli cavablarınızla bizi məmnun etdiniz. Təşəkkür edirəm. Mən də təşəkkür edirəm. Əziz tamaşaçılar, dinmi, elmmi? Məsələnin həlli seçimdə deyildir. Məsələnin həlli hər iki dünya görüşünü uğurlu şəkildə harmoniyada götürməkdən ibarətdir. Elm dünyanı izah eləyir, dinsə həyatın mənasını açıqlayır. Yaşamaq üçün bizə həm izah, həm də məna lazımdır. Allah'a əmanət olun.